Hamıya salam. Düşünürdüm ki bu videonu çoxdan çəkməliydim. Burun haqqında nə qədər linsidir. Yəni birisi həkimi məhkəməyə verir, bu nə burundur falan. İndi burunu sizə yaxından göstərəcəm. Dünən kontrollaması pis idi. Hə, day. Bir dəqiqə. Getdi. Hə, indi uşaqlar burnumu sizə belə göstərirəm. Və belə göstərirəm. İndi kontrollamamış halımdır da. Bu da qabaqdan. Deyirsiniz burnumun deşikləri yuxarıda. Onu demək istəyirəm ki, bunun içində silikon var idi də, taxıb çıxarda bildiyimiz silikon əməliyyat edənlər bilər. Mən onu taxmıram, çünki itirmişəm. İnşallah bu gün alacağam və bu deşiklər də düzələcək. Tam burun 6 ay ərzində düzəlir əslində. Tam oturmur hələ də. Hətta bir ilə belə düzələnlər var. Amma mənim burnum 21-22 gündür də əməliyyatdan çıxmışam. Mükəmməldir. Mən əgər bayılıramsa, başqa heç kimin sözünə ehtiyacım yoxdur. Xahiş edirəm, pis rəylərinizi özünüzə saxlayın. Pərviz doktor haqqında pis söz eşitmək istəmirəm. Çünki mən əgər talış qanı daşıyıramsa, talışamsa, siz özünüz də bilirsiniz ki, mən yalan danışmaram. Pis olsaydı deyərdim uşaqlar, mən ikinci əməliyyata girəcəyim. Mən çox bəyənirəm. Ağrısı 0 idi. Bilmirəm, başqa doktorda bəlkə ağrı olur. Mənim doktorum məni əməliyyat eləyib çıxandan sonra gəldi ki, dəydi ki yanıma, ayıldım ha. O gün də ağrım yox idi mənim. Vəsə, mən o gün ağrı hiss eləməmişim. Heç ondan sonra da eləməmişim. Prosta şiş olur üzdə. Vəsə, üzdə şiş olur, o şiş adama biraz ağırlıq verir elə bir. Ağrı yox ha. Yorulursan üzündə şişdən, ancaq yatmaq istəyirsən, yorğun olsan. Vəsə, heç bir ağrı olmur. Xahiş edirəm, bezdirməyin.